Telefonu ver. Övladınıza televizor, kompüter, tablet, telefondan ayırmaq çox çətinləşib. Bugün sizinlə çox vacib bir mövzu ilə bağlı öz fikirlərimi bölüşmək istəyirəm. Əgər sizin də övladınızın bu kimi vasitələrdən istifadəsi asılılıq həddinə gəlib çatıbsa və başqa heç bir fəaliyyət növü ilə maraqlanmırsa, artıq hərəkətə keçmək vaxtıdır. Bu kimi vasitələr hər nə qədər günümüzün reallığı olsa belə, bu istifadəni asılılıq həddinə gətirmək bizlərə zərər verir. Video oyunlar, sosial media və ya davamlı pasiv izləyici olmaq beyində dopamin ifrazını artırır ki, bu da dərs oxumaq, idman etmək və digər bu kimi fəaliyyətlərə marağı söndürür. Bu eyni zamanda problemlərdən, stres və sosial narahatlıqlardan qaçış yoludur. Biz bunların qarşısını necə ala bilərik? İlk olaraq biz bunu bilməliyik ki, buna dur dediyimiz anda qarşılaşdığımız qəzəb reaksiyası bizim şəxsimizə verilən reaksiya və ya övladımızın zəifliyi demək deyil. Bu sadəcə ani dopamin kəsilməsinə bədənin fiziki cavab reaksiyasıdır. Biz burada birbaşa qadağa deyil də, məsələn birlikdə yemək hazırlamaq, süfrənin hazırlanması, stolüstü oyunlar oynamaq kimi məşğuliyyətlər edə bilərsiniz. İkinci olaraq övladımızla rəqəmsal müqavilə bağlaya bilərik. Burada istifadə müddəti, yemək masası, çarpayı və digər bu kimi yerlərdə istifadə olunmaması ilə bağlı müddəalar qeyd olunmalıdır. Sonuncu və ən önəmlisi, bu yolda özünüz onlar üçün ən vacib nümunə olmalısınız. Unutmayın, sizin məqsədiniz uşağınızı tamamilə texnologiyadan ayırmaq deyil də, bu real həyatla əlaqəsini daha da gücləndirməkdir. Bu mövzuda olan çətinliklərinizi bizimlə şərh bölməsində paylaşa bilərsiniz. Hələlik!